Salam, hər vaxtınız xeyirli olsun əziz müəllimlər. Deməli bu gün 2023 MİQ imtahanında qarşımıza çıxan 20 sualı sizə izah etmiş olacağam. Birinci sualımız belədir. Gəlin baxaq birinci suala görək bizdən birinci sualda nə istəyir. Deməli sualda deyir ki, televizorun qiyməti avtomobilin qiymətini göstərən ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətindən 2 dəfə çoxdur. Avtomobilin qiyməti 45.600 manatdırsa, televizorun qiyməti neçə manatdır? Baxırsınız burada, avtomobilin qiymətini burada verib. Nə deyir? Avtomobilin qiyməti 45.600 manatdırsa deyir. Gəlin yazaq. 45.600 manatdır. Həmin bu avtomobilin qiymətini göstərən ədədin, deyir də burada, avtomobilin qiymətini göstərən ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin. Hansıdır yüzlüklər mərtəbəsi? Təklik onluq, bax, yüzlüklər mərtəbəsi bu 6 duran yerdir. Mərtəbə qiymətindən. Mərtəbə qiyməti nə idi? Ədədin özünü olduğu kimi saxlayırdıq. Yəni, burada duran rəqəmi olduğu kimi saxlayırdıq. Digərlərini sıfıra çevirdik. Yəni, bunun mərtəbə qiyməti 600-ə bərabərdir. 600-dən deyir, 2 dəfə çoxdur. 2 dəfə çoxdursa, televizorun qiyməti bərabər olur 1200 manata. Deməli, doğru cavabımız burada C variantına bərabərdir. İkinci sual. 2-də deyir, yüzlüklərə qədər yuvarlaqlaşdırıb 4-ə vurduqda hasildə 2800 alınır. Deməli, yüzlüklərə qədər yuvarlaqlaşdırmanı qoyuruq bir kənara. Onu görürük ki, 4-ə vuranda hasil 2800-dür. Yəni, hansı ədədi mən 4-ə vursam 2800 alınır? Ona görə də 2800-ü bölməliyəm neçəyə? 4-ə bölsəm, verəcək mənə 700. Deməli, bu ədəddir ki, bax, həmin bu 700-dür ki, yüzlüklərə qədər yuvarlaqlaşdırıb 4-ə vurublar, hasildə 2800 alınıb. Amma nə deyir? Ən böyük 3 rəqəmli ədəd. 700-ün özünü istəmir. Deyir ki, bax, yüzlüklərə qədər, sualı indi dəyişirəm. Deyirəm ki, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 700 alınan ən böyük ədəd. İndi yüzlük deyirsə, ən böyüyü tapmaq üçün üzərinə təbii ki, 49-u gəlməliyəm. Yəni, 700-ün üzərinə 49 gəlsəm, verəcək mənə 749. Niyə görə 49 gəldim? Ən böyüyü tapmaq üçün 49 gəlirdik, ən kiçiyi tapmaq üçün 50 çıxırdıq da, düzdürmü? Ona görə də 749-u yazırıq və həmin bu ədədin rəqəmləri cəmini istəyir. 7, 4, 11 elədi, 11 ilə də 9, 20-yə bərabər oldu. Cavabımız oldu. C variantına uyğundur. Üçüncü sual. Deyir, hovuzun tutumu 270 litrdir. Hovuzun 5də 3 hissəsi doludur. Deməli, ümumi hovuz 270 litr tutur və 5də 3-ü doludur. Yəni, 270-in görək 5-dən 3-ü nə qədərdir? 27-in içində 5, 5 dəfə, 20-in içində 5, 4 dəfə. İndi 54-ü 3-ə vuranda 3, 4-ün 12, 1 yadda, burada da 6. 162. Deməli, hovuzun içindəki su 162 litrə bərabərdir. Deyir ki, hovuzun 9-da 4 hissəsinin dolu olması üçün neçə litr su boşaldılmalıdır? Görək elə bu hovuzun 9-da 4 hissəsi dolu olsa, içində nə qədər su olar? Yəni 270-in 9-da 4 hissəsi. 270-i 9-a böləndə 30, 4-ə vuranda 120. 162 doludur, 120 deyir dolu olması üçün nə qədər boşaldılmalıdır? Təbii ki, 162-dən də 120 çıxacam. Çıx 120 bərabərdir 40. Deməli, 40 litr, yox, 42 litr. 42 litr su boşaldılmalıdır ki, 120 litr içində su qalmış olsun. Daha sonra keçirik 4-cü sual. Qalıqlı bölmənə əlaqəli sualdır. Deməli, hər il qarşımıza çıxır o sözsüz. Deməli, deyir ki, A bölünsün 7 bərabər 9 qalıq B olarsa, qalıqlı bölmədə bölünən ən çox neçə olar? Deməli, bölünənin ən çox qiyməti həmin bu qalıqla bağlıdır. Əgər mən qalığı mümkün qədər böyük eləsəm, təbii ki, bölünən də mümkün qədər böyük alınmış olacaq. Bu zaman nə edirəm? Nə eləyirdik? Bölünəni tapmaq üçün hansı ardıcıllıq gedirdi? Yəni, bölünəni tapmaq üçün natamam qisməti bölünə vururduq, üzərinə qalığı gəlirdik. Yəni, A-nın qiyməti neçədir? Yəni, A da burada bölünəndir də. 7 vurulsun 9 üstəgəlsin neçə? İndi bu üstəgəlsin neçə də bizdə bölünən ən çox deyir deyə mən bu qalığı da mümkün qədər böyük götürəcəm. Amma ən böyük götürəcəm deyirəmsə, götürüb ən böyük burada rəqəmi yazmıram və yaxud da ən böyük ədəd
Yaza da bilmərsiniz zaten. Çünki ən böyük ədədiniz sonsuzdur, bu yoxdur. Mənim bu qalığım burdakı bölməyə, bölənlə əlaqəlidir. Bölən qalıqdan hər zaman böyükdür və 7-yə bölmə zamanı düşə biləcək ən böyük qalıq 6-dır. Ona görə də 6 gəlirəm üzərinə. 7 9-un 63, üzərinə 6 gəldim 69. Deyir, bölünən ən çox neçə ola bilər? Bölünən ən çox 69-a bərabər olar. Cavabımız oldu C variantı. Daha sonra baxırıq 5-ci suala. Deyir, 2 ədədin fərqi 196-dır. Azalanı 34 vaid azaldıb, çıxılanı 34 vaid artırsaq fərq neçə olur? Mən demişdim ki, deməli, əgər düzdür, toplama və vurmada tərs bir şey yoxdur, amma bölmə və çıxmada tərslik var. Necə yəni tərslik var desəniz, məsələn, azalanda azalma baş verəndə fərqdə də azalma baş verir. Azalanda artma baş verəndə fərqdə də artma baş verir. Və yaxud çıxılanda azalma baş verirsə, fərqdə artma baş verir. Bax, tərslik dediyim budur. Çıxılanda artma baş verirsə, fərqdə azalma baş verir. Gəl baxaq. Deməli, 2 ədədin fərqi 196-dır. Azalanı 34 vahid azaldıram. Azalan dedim, azalanda fərq azalır. Deməli, 34 azalacaq. 34 azalacaq. Düzdürmü? Çıxılanı 34 vaid artırdım. Çıxılanı 34 artırdımsa fərqdə deməli azalma müşahidə olunacaq. Yenə də 34 artdı. Ümumilikdə 64 azalma oldu. Amma deyir ki, 2 ədədin fərqi 196-dır. Deməli 196-dan ümumilikdə 64 çıxmalıyam ki, mənim görüm yeni fərqim neçə olar? 6-dan 4 çıxdım 2, 8-dən 6 çıxdım 2 və burada da 1. 122. Görək, harada səhv elədik. Deməli, 5-ci sualda deyir ki, azalanı artanda. Yox, 196-dan ümumilikdə 68-də axı burada. Mən 64 yazmışam. Hə, deyirəm axı, cavab alınmır. Cavab alınmırsa, deməli, mən haradasa səhv eləmişim. Deməli, 68-dir. 16-dan 8 çıxdım 8. 8-dən 6 çıxdım 2. Burada da 1 qaldı. Düzdür də. Deməli, yeni fərq 128-ə bərabər olar. İndi buranı təmizləyək. Digər suala mane olmasın və keçək. Neçənci sual? 6-cı suala. Baxaq. Aha. 6-cı sual. Nə deyir? 3 ardıcıl cüt ədədin cəminin 3də 2 hissəsi 108-ə bərabərdir. Deməli, 3də 2 hissəsi 108-ə bərabərdirsə, ümumilikdə hamısı görək neçəyə bərabər olacaq. Yəni 3də 2 hissəsi 108 olan ədədi tapırıq. Bunun üçün 108-i bölməliyəm 2-yə, vurmalıyam 3-ə. 108-i 2-yə bölək. Onun içində 2 5 dəfə, 5 dəfə. 8-in içində 2 4 dəfə. Yaza bilmirəm, neysə. Hə, 54 3-ə vuranda 3 4-ün 12 1 yadda, 3 5-in 15 1 də yadda 16. Deməli 162. 3 ardıcıl cüt ədədin cəmi deməli 162-yə bərabərdir. İndi gəl yazaq 3 ardıcıl cüt ədəd. Birinci ədədimiz x-dır, x-dır. İkinci ədədimiz x plus nə yazılmır? X plus 2-dir, çünki ardıcıl və cüt deyir. Üçüncü ədədimiz isə x plus 4-dür. Düzdür? Bunların da cəmi 162 olduğuna görə gəl mən bu ədədləri tapım görüm necə tapacam. Deməli, x oldu 3 dənə x. Üstə gəlinsin. 2 ilə 4 6 elədi. Cavab 162-yə bərabər oldu. İndi nə edirəm? 3x bərabərdir. 162-dən 6 çıxanda 156-ya bərabərdir. X isə bərabər olur 5, burada 2, 52. İndi məndən ən kiçik ədədim 52-dir. Ancaq məndən ən kiçik ədədi soruşmur. Bu ədədlərin ən böyüyünün, yəni bunun 52-nin üzərinə 4 gəldim. 56. 4-də 3 hissəsini istəyir məndən. 4-ə bölürəm, 3-ə vururam. 56-nı 4-ə böləndə 14. 14-ü də 3-ə vururam. 42-yə bərabər olur. Cavabımız oldu. B variantı 42. Burada 128 idi cavab. Aha. Buranı da təmizləyirəm. Keçirəm. Neçənci sualdır? 7-ci sual. Gördüyünüz kimi çətin suallar deyil idi, amma biraz düşündürücü. Hələ bundan sonrakılar biraz da düşündürücüdür. Deməli, 7-ci sualda deyir, şagird evdən dayanacağa
15-də 8 saata. Bax, buranı ev düşünün. Ev. Buranı dayanacaq düşünün. Buranı da məktəb düşünün. Düzdür? Evdən dayanacağa gedir. Dayanacaqdan da məktəbə gedir. Amma evdən dayanacağa 15-də 8 saata gedir. 15-də 8 saat nədir? 60-ın 15-dən 8 hissəsi deməkdir. 60-ı 15-ə böldüm. 4, 4, 8-in 32. Deməli, evdən dayanacağa 32 dəqiqəyə gedir. Dayanacaqdan məktəbə bundan 6-da 1 saat az vaxta gedir. Həmin bax bundan 6-da 1 saat. 6-da 1 saat da dəqiqəyə çevirəndə 60-ın 6-da 1-i 10 dəqiqəyə bərabərdir. Deməli, 10 dəqiqə getmir ha dayanacaqdan məktəbə. 10 dəqiqə az vaxta gedir. Yəni 32-dən də 10 çıxacam, 22 dəqiqə. Deyir ki, o evdən bax buradan bura qədər nə qədər vaxt sərf edir? 32 ilə 22-ni topladım, cavab verdi 54. Cavabımız oldu 54 dəqiqə D variantına bərabər. İndi keçirik 8-ci suala. 8-də deyir ki, bərabərsizliyin ən böyük natural həlli ilə ən kiçik natural həllinin hasilini tapın. Bax, bərabərsizliyimiz budur. Gəl yazaq bura. 28 kiçikdir 5x üstə gəlsin 4, kiçikdir bərabərdir 44. İndi üstə gəlsin 4-ü hər tərəfdən çıxıram ki, ləğv olunsun, getsin. 24 kiçikdir 5x kiçikdir bərabərdir 40. Hər tərəfi 5-ə böləndə, 24-ü 5-ə böləndə 4 birdə qalıq düşür. Kiçikdir x kiçikdir bərabərdir 40-ı da 5-ə böləndə 8. İndi mənim misalımız şərtində natural ədəd dediyi üçün qalıqlığını götürə bilməyəcəm. Ona görə də ən kiçiyimiz, yəni x-in ala biləcəyi ən kiçik ədəd 5-dir. 6 ala bilər, 7-ni ala bilər, 8-in özünü də ala bilər. Çünki bərabərlik işarəsi var. Deyir, ən kiçik natural ədədin hasilini tapın. Ən kiçiklə ən böyüyün hasili. Yəni 5 və 8-i bir-birinə vur. Cavab olsun 40-a bərabər. Cavab oldu A variantı. Daha sonra keçirik 9-cu sualı. 9-da da deyir ki, buradakı bu tənliyi həll elə. Bax, buradakı bu tənliyi həll elə. Sonra apar o tənliyin qiymətini bura qoy və hesabla. Gəl yazaq görək neçə alacaq tənliyin kökünü. Baxırıq. Burada bölmə işarəsi var. Burada toplama işarəsi var. Təbii ki, birinci toplama işarəsini yazmalıyıq. Yəni 31-dən 27 çıxacaq. Cavabımız olacaq 4. Deməli, cavab olur 52 bölünsün 4x plus 1 bərabərdir 4. İndi 4x plus 1 olduğu kimi düşürdürəm aşağı, amma mötərizəni açaraq 52-ni də 4-ə bölürəm. 1 dənə 4-ün 4, 12-ni 4-ə bölündü 13. 4x də verir bizə 12, x də verir 3. Deməli, x-in cavabı 3-dürsə, aparıram burada yerinə qoyuram. Nə yazıram? 3-ü yazıram bura. 15-i 3-ə vururam 45. Deməli, misalımız belə olur. 26 üstə gəlsin 45, üstə gəlsin 3 bərabərdir. 26 ilə 45-i toplayanda 6 ilə 5 1 yad, 11 1 yadda, 6 1 yadda 7, 71. 71-i vuraq 5-ə, bir dənə 5-in 5, 5 7-in 35. Və üzərinə də 3-ü gələk, eləsin 358. Deməli, cavabımız 358-ə bərabər olmuş oldu. 10-cu sual. Deyir, düzbucaqlı üçbucağın məlum olmayan birinci bucağı məlum bucağının 3/1 hissəsindən 18 dərəcə artıqdır. Aha, belə bir düzbucaqlı üçbucağımız var. Düzbucaqlı üçbucaq nədir? Bir tərəfi 90 dərəcəyə bərabər olsun və üçbucağın daxili bucaqlarının cəmində biz 180 dərəcə olduğunu bilirik. Deməli, nə deyir? Məlum olmayan birinci bucaq. Buna deyək birinci bucaq, buna deyək ikinci bucaq. Düzdürmü? Məlum olmayan birinci bucağı məlum bucaq hansıdır? 90-ın deyir 1/3-dən 18 artıqdır. Gəlin görək 90 3/1 neçə eləyir? 30. Bundan da 18 artıq olacaq 48. Deməli, məlum olmayan birinci bucağı 48 dərəcəyə bərabərdir. Dərəcəni yazaq. Məlum olmayan ikinci bucağı. İndi əgər bura 48-dirsə, bəs bura neçə olacaq? Biz bilirik ki, bu ikisi, əgər bu 90-dırsa, bununla bu ikisinin cəmi də 90 verəcək. Burada 48 düşübsə, burada 42 düşəcək də. Çünki bu ikisinin 42 ilə 48 eləyəcək 90. İndi məlum olmayan ikinci bucağı, yəni 42 dərəcə, ümumi deyir üçbucağın daxili bucaqları cəminə nisbətini kəsrlə ifadə edin.
Yəni 180-ə 42-nin 180-ə nisbətini yazırıq. 42 ilə də 180 ixtisar gedir 6-nın özünə. Burada 7 qalır. Aşağıda da 180-i 6-ya böləndə 30 qalır. Cavabımız oldu D variantına bərabər. Təmizləyirəm buranı, keçirəm 11-ci suala. 11-ci sualda həmin bax bu fiqurun sahəsini istəyir bizdən. Sahəsini tapmaq üçün birinci olaraq bax bu xətləri birləşdirin ki, görün hələ ümumi bu əgər girintilər olmasaydı bu kvadratın sahəsi nə qədər olardı? Bu kvadratın sahəsi 10-u vurardım 21-ə, yəni uzunu 21, eni 10 olduğuna görə 210 metrin kvadratına bərabər olardı. Düzdür? İndi gəlin buradakıları tapaq. Əgər bax buradan bura qədər 7-dir, buradan bura qədər 6-dırsa, deməli bu ikisi 13-dürsə, bura 8 qalır da. Çünki 13-ün üzərinə 8 gələndə 21 verir. Ümumi belə deyim, ümumi buradan bura qədər 21-dir. Mən də bununla buranı bilirəm 7-dir, buranla buranı bilirəm 6-dırsa, 13-dür, ortaya qalır 8. Deməli 8-dirsə, bu balaca bir yerin sahəsi neçə olur? 4, 8-in 32. Bəs buranın sahəsi nə qədər olur? 2, 1-in 2. Ümumilikdə 210-dan 34-ünü çıxmış olacaq. Bərabər olacaq 10-dan 4-ün 6-sı, burada 7, burada da 1. 176 metr kvadrat. İndi amma mənim cavabımda metr kvadratını istəmir. Deyir, neçə kvadrat desimetrdir. Mən də bilirəm ki, santimetr kvadrat, desimetr kvadrat və metr kvadrat. Bunların hər birinin arasında 100 fərq var. Düzdür? 100. Metr kvadratdan desimetrə keçmək üçün 100-ə vurmalıyam. Yəni 176 metr kvadratını desimetrə keçmək üçün 100-ə vuranda yanına 2 sıfır əlavə olunur. Desimetrin kvadratı yazılır. Cavab oldu A variantına bərabər. Keçirik 12-ci suala. 12-ci sualda nə deyir? Geyim mağazasında köynəklərin satışında 3+1 aksiyası keçirilir. Bir köynəyin qiyməti 7.50-dirsə, kassaya 70 manat ödəniş edən alıcı ən çoxu nə qədər köynək əldə etmiş olacaq? Deməli, 3+1 aksiyası nə deməkdir? 3 köynək alana birini pulsuz verirlər. Yəni 3 köynəyin qiymətinə əslində 4 köynək əldə etmiş olursan. Nə edirik bu zaman? Yəni bax 3+1 köynək, yəni 4 köynəyə görək bir köynəyin qiyməti 7 manat 50 qəpikdirsə, bir köynəyin qiyməti 7 manat 50 qəpikdirsə. Bəs 4 köynək, 3 köynəyin qiyməti nə qədərdir? Çünki 3 köynək alana birini hədiyyə verirdilər. Deməli 7 manat 50 qəpik vururam, neçə 3-ə. 22 manat 50 qəpik. 22.05 yazıq da. 22 5 yazıq. 50 qəpikdə isə, yəni sıfırların sayı nə qədər artsa da fərqi yoxdur. Deməli, 22,5 manat yazdım. Yenə gedir 4 köynək alır, yenə 22 manat 50 qəpik verir. Yenə gedir 4 köynək alır, yenə 22 manat 50 qəpikdir. Nə vaxta kimi yazacağam? Bax, bu 70 manatdan o tərəfə keçməməlidir, bunların cəmi. Əgər 3-ü bir yerdə görək, hesablayaq, əgər azdırsa, bir dənə də 22 manat 50 qəpik, yəni 4 köynək əlavə edərik. Görək 3 dənə 5-in, yəni 3 dənə 50 qəpiyin 50 qəpik eləyir. 1 manat 50 qəpik eləyir və 5 yazıram 1 yadda, yəni 1 manatı yadımda saxlayıram. 3 dənə 22-ni də 66 eləyir və 1 manat da gələndə 67 manat 50 qəpik eləmiş olur. Bəli, 70 manatı keçmədi ki, əgər mən buradan bir köynək də alsam, üzərinə 7.50 gəlsəm, 60-ı 70 manatı vurub keçmiş olacaq. Ona görə yazmıram. Ümumilikdə mən neçə köynək almış oldum? 12 köynək almış oldum. Düzdür? İndi deyəcəksiniz ki, bəs nə oldu? 70 tamam olmadı axı. Gəl görək 70 tamam olmaq üçün nə qədər lazımdır? 70 tamam olmaq üçün cəmi mənim burada 70-dən 67 manat 50 qəpik çıxanda 2 manat 50 qəpik pulum qalır da əlimdə. 2 manat 50 qəpik mən deyib hardasa bir köynək ala bilərəmmi? Ala bilmərəm. Minimum 7 manat 50 qəpiyim olmalıdır ki, əlavə bir köynək də alım. Ona görə 2 manat 50 qəpik gedir ya atır cibinə, ya da gedir su alıb içir. Fərqi yoxdur. Əsas odur ki, 70 manatı vurub keçməsin və ümumi ən çox 12 dənə köynək ala bilir. Deməli, cavabımız burada neçə oldu? 12 manat. Cavab D variantına bərabər oldu. 13-cü sual. 13-cü sualın rahat, asan, qısa yolunu deyirəm sizə.
Deməli, əgər belə bir şəkil varsa və perimetr soruşursam, birinci olaraq məcburuq ki, biz buradakiləri çıxaq. Bax, bu qalın xətlər, qırmızı ilə xətlər eləyib. Bax, belə deyim də, bax, bu qırmızı ilə xətlər, bax, bunları. Qırmızı ilə xətlərin, deyir, qırmızı xətlə çərçivələnmiş. Buradakını nəzərə almır, çərçivələnmiş deyir. Qırmızı xətlə çərçivələnmiş fiqurun perimetrini tapın. Mən birinci olaraq görüm, hələ bunları mən toplayım, görüm nə qədərdir burada. Neçə santimetrdir. Deməli, 41-dir, 48 1-dir, 24-də 1-dir. Bunların ümumi cəmi 2, 1 yadda, 8, 10, 1, 11, 112 santimetrdir. Bu qaldı bir kənarda. İndi əgər bu 4 dənə hissə 40-dırsa, 40-ı 4-ə bölürəm. Perimetr 40-dır da, düzdür? Perimetr 40-dırsa, 40-ı 4-ə bölürəm, tərəfini tapıram. Çünki kvadratdır. Deməli, bura 10 düşür. Bura 10 düşür. Bura 5 düşür. Yarısı da içəridədir. Deməli, burada 5 düşür. Burada 5 düşür. Və hər tərəfi 5-dir. Ümumi olaraq bu xəttin ümumi uzunluğu nə qədər oldu? 5, 5, 5, 5 dənə 4-ün 20. Bu yazıldı bir kənara. İndi gəlirəm, bura baxıram. Bu hissə, bunun hamısı bircə 24-dürsə, deməli, bura 24-ü 4-ə bölürəm 6, bura 3, 3, çünki görürsən, bir dənə bu xət, belə bir xət. Demək istəyir ki, yəni bura üstdürsə, bura da 3-dür. Bura da 3, bura amma 6-dır. Ümumi olaraq 6, 6, neçə elədi? 12 və 6, 18. Və 20 və 18 elədi 38, ümumi 112-dən 38 çıxmış olacaq. 12-dən 8 çıxdım 4, ondan 3-ünü çıxdım 7, 74 santimetr. Neynədik? Gəlin bir də xatırlatma eləyək. Ümumi perimetrlərin cəmini yazdım. Yazdım neçə? 112 santimetr. Sonra bu içəridə qalan bunları, içəridə qalan bir bunu, bir də bunu. Bunları da həmin bu perimetrdən çıxmış oldum. Cavabım mənim 74-ə bərabər oldu. Cavabım A variantı. 100 nədir? 14-cü suala baxırıq. Düzbucaqlının uzunluğu 14x plus 27 cm, perimetri isə 328 cm-dir. Bu düzbucaqlının uzunluğu ilə n-nin fərqinin 2 olduğunu bilərək n-nin rəqəmləri cəmini tapın. Baxın, istəsəniz uzunluğuna, bax bunu da yazıb, n-i x yazıb, bundan x-i çıxıb 2-yə də bərabər eləyərsiniz. İstəsəniz həmin bunun üzərinə x gəlib 2-yə vurub 328-i də bərabər eləyə bilərsiniz. Mən sizə ən qısa, ən rahat yolu bunu deyə bilərəm ki, əgər bu düzbucaqlının uzunluğu ilə n-nin fərqinin 2 olduğu deyilirsə bizə, bax, belə bir düzbucaqlıdır. Deməli, eni və yaxud da uzunu deyil. Uzunu n-dən 2 vahid çoxdur. X plus 2 də uzunudur. Və bunların perimetrində 328 bilirəm. Perimetr necə tapılırdı? 2-ni vururduq. Mötərizəni açırdıq. X və x plus 2-ni toplayırdıq. Olurdu 2x plus 2. Bərabərdir. Yəni, eni və uzunu toplayırdıq. 328-ə bərabər edirdik. İndi 2x plus 2, 328-i 2-yə bölürəm. Neçə var qalır? İstəsən belə yazaq. Qısa yolla. Fərqi nədir ki? 2 2 4x üstə gəl 2 2 4 bərabər 328. 4x 328-dən 4 çıxıram 324-ə bərabərdir. X-ə bərabər olur 8, burada 1, 81-ə. X-in 81-dirsə cavabı, görsən heç bundan istifadə eləmədim. X-in cavabı 81-dirsə, mən X-i tapmaqla düzbucaqlının n-ini tapmış oldum. 81 n-idir. Bax, belə bir düzbucaqlı idi də. 83 də uzunudur. Mənə deyir ki, n-inin rəqəmləri cəmi, yəni bunun rəqəmləri cəmini tapın. 8 ilə də 1-i topladım, 9-a bərabər oldu. Cavabım oldu C variantına bərabər. Daha sonra C variantı idi də burada. 15-ci suala baxırıq. 15-də deyir ki, 8 il əvvəl Ömərin yaşı Arzunun yaşından 2 dəfə çox idi. Baxın, Ömər var, bir də Arzu var. Belə bir cədvəl çəkirəm. Bura yazıram 8 il əvvəl. Bura yazıram indi. Bura yazıram 2 il sonra. Düzdür? Sonra. İndi nə deyir? 8 il əvvəl Ömərin yaşı Arzunun yaşından 2 dəfə çox idi. Ömərin yaşı Arzunun yaşından 2 dəfə çox idi. Ömərə 2x yazıram. Ömərin indiki yaşı.
Ömərin indiki, əgər 8 il əvvəl 2x idisə, indiki vaxtı 2x plus 8 il üzərinə gələcək də. Arzunun 2 il sonraki yaşından. Bunun da yaşı x plus 8, 2 il sonra da x plus 10 olacaq. Bax, indi mənə nə deyir? Deyir ki, Ömərin indiki yaşı, Arzunun 2 il sonraki yaşından 5 vahid çoxdur. Yəni, bu azın üzərinə 5-i gələk ki, çoxa bərabər olsun. 2x plus 8 bərabərdir. X plus 10-un üzərinə 5 gələm, 15. Görürsünüz? Azın üzərinə çoxu gəlirəm ki, 5-i gəlirəm ki, çoxa bərabər olsun. X də bərabər olur. 15-dən 8 çıxıram, 7. Əgər x-in cavabı 7-dirsə, mənə deyir ki, Ömərin indiki yaşının rəqəmləri cəmi. Aparıram, Ömərin indiki yaşı bax budur. 2 vurulsun 7 üstə gəlsin 8. 2 7-dən 14, 14-ün üzərinə 8 gələndə neçə eləyir? 14-ün üzərinə 8 gələndə 22-yə bərabərdir və rəqəmləri cəmini istəyirsə 2 ilə 2 4 vermiş olacaq. Cavabım oldu D variantına bərabər. Daha sonra 16-cı sual. Məsələlərimiz getdikcə biraz çətinləşir, amma elə də lap da deyim çətindir, yox. Bu 4. 16. Deyir ki, bundan çox işlətmişəm sizə. İki bitişik çevrənin ətrafına düzbucaqlı çəkilmişdir. Çevrənin daxilinə çəkilmiş qırmızı rəngli xətlərin ümumi uzunluqları cəmi A-dırsa. Bax, burada 3 dənə xətt var. 3 dənə xəttin cəmi A-dır. 3 dənə xətt də nədir bizə? Nəyi verir? 3 xətt bizə onu verir ki, yəni bu xəttin biri radiusdur. Bu da nə deməkdir? Yəni 3 dənə radius nəyə bərabər olur? A-ya bərabərdir. O deməkdir. Bax, deyir də burada. Çevrənin daxilinə çəkilmiş qırmızı rəngli xətlərin ümumi uzunluqları cəmi A-dırsa. Yəni 3 dənə radius A-ya bərabərdirsə, bu çevrənin ətrafına çəkilmiş düzbucaqlının sahəsinin tapılmasına dair ifadə yazın. Sahəsini tapacaq. Heç nə yoxdur burada. İndi buradan radiusu tapmaq üçün A-nı bölməliyəm 3-ə. İndi niyə belə yazdım sizə deyirəm. Tutaq ki, bu 3 yer bərabər A-nı bir dənə əlavə bir misalla əvəz eləyək. Tutaq ki, 3 vurulsun 5 bərabər 15-dir. Düzdür? Burada 3 vurulsun R bərabər A-dır da. Bax, o deməkdir. 3-ün yerində 3 dayanıb, radiusun yerində 5 dayanıb, A-nın yerində 15 dayanıb. İndi mən buradakı bu radiusu tapmaq üçün, yəni 5-i tapmaq üçün nə etməliyəm? 15-i 3-ə böləcəmmi? Böləcəm. 15-i 3-ə böləcəm. Eyni ilə, yəni A-nı 3-ə böləcəmmi? Böləcəm. Bax, o deməkdir. Radiusu tapmaq üçün hasili birinci vuruğa bölürəm. Yəni, A-nı 3-ə bölürəm. Radiusumun biri deməli nədir? A bölünsün 3-dür. Bax, hamısı elədir. A bölünsün 3, A bölünsün 3. Hər biri A bölünsün 3-ə bərabərdir. İndi fikirləşin. Mənim bu düzbucaqlımın enində nə qədər radius var? 2 dənədir də. Biri buradan bura, biri buradan. Elə düşünün ki, biri burada belədir, biri belədir. Düzdür? 2 dənə radius var, düzdürmü? Yəni A bölünsün 3-ü 2-yə vuracam. Ya da yerini dəyişirəm. 2-yə vuracam. O deməkdir. Mötərizənin içine alıram ki, çünki sahəsini tapacam. Vururam, mötərizə açıram. İndi düzbucaqlımın uzunluğunda görün nə qədər radius var. Deməli, 2 dənə burada, 1, 2. 2 dənə də burada. Belə düşünün də. Bax, həmin bu çevrənin içində nə qədər radius var? 1, 2, 3, 4 dənə radius var. Deməli, A bölünsün 3-ü vuracam 4. Qutardı, getdi. Deyir, sahəsinə tapılmasına dair ifadə. Baxın, A variantında var. Cavabımız oldu A variantı. 17. 17-də deyir, dairəvi diaqramda həftə sonu bölgələrə səyahət edən sərnişinlərin paylanması təsvir olunmuşdur. Gəncə Daşkəsən zonasına gedənlərin sayı ilə Şəki-Zaqatala və Dağlıq Şirvan zonasına gedənlərin ümumi sayı bərabərdir. Gəncə Daşkəsən, Lənkəran, Astara və Dağlıq Şirvan zonalarına gedənlərin sayının ədəd ortasını tapın. Gəlin baxaq. Gəncə Daşkəsən zonasına gedənlərin deyir sayı, bax Gəncə Daşkəsən sarıdırsa, burada Gəncə Daşkəsən deyirik biz. Buranın sayı bu ikisinin cəminə bərabərdir. Yəni 4-də 1 ilə 270 toplasam 14-də 4 eləyəcək. 14-də 1 ilə 270 toplasam 14-də 4 eləyəcək. Nə deməkdir? Əgər bu 14-də 4-dürsə, 14-də 1 buradırsa, deməli bura 14-də 3-dür də. Düzdür? 14-də 3 hissəsi 270-dir. O zaman mən 270-i böləcəm 3-ə, vuracam 14-də. Niyə belə tapdım? Çünki nə oldu? Deyir də burada, yəni 14-də 3 hissəsi 270 nəfərdir. 270-in hissəsinə görə ədəd tapmaq üçün nə edirdik?
Həmin ədədi kəsirin sürətinə bölüb məxrəcinə vururdum. 270-i 3-ə böldüm. 90. 90-ı da 14-ə vuracam. Görüm ümumi, bax, ümumi bunların sayı nə qədərdir? Bax, ona görə mən 270-i 270 hissəsi 3-də 14-də 3 hissəsi 270 olan ədədi tapıram. İndi gəlin 90 ilə 14-ü vuraq bir-birinə. 90-ı vururam 14-ə. Yox, 17-yə vurdum. 14. 1260 nəfər ümumi olaraq hara gediblər? Həmin bu zonalara gediblər də, düzdürmü? İndi baxarıq. Nə deyir bizə? Gəncə daş kəsən, Lənkəran asa. Əvvəlcə Gəncə daş kəsən. Əgər 1260 nəfərdirsə, 1260-ın 14-də 4 hissəsi Gəncə daş kəsən zonasına gedib. Yəni 1260-ın 14-də 4 hissəsini tapacam. Əgər 1260-ı 14-də 90-ı 14-də vurub 1260 alırdıqsa burada, bax burada. Deməli 1260-da 14-də böləm 90 alacaq. 90-da vururam 4-də 360 nəfər. 360 nəfəri Gəncə daş kəsənə gedib. Bunu yazdıq. Sonra nədir? Lənkəran Astara. Lənkəran Astara haradır? Baxaq, açıq yaşıl rəng, yəni bura. Hə, bura x nəfərdir. Görə, yəni bura 14-ün neçə hissəsi Lənkəran Astara zonasına gedib. Baxaq, 14-də 1, 14-də 3, bax, belə deyim də, 14-də 1, 14-də 3, elə də 14-də 4, 14-də 8, 14-də 11, 14-də 12, deməli, bura neçə qalır? 14-də 2. 14-də 2 hissəsi Lənkəran Astara zonasına gedib. Yəni 1260-ın 14-də 2 hissəsi. 1260-ı 14-də bölün 90 eləyirdi. 90-da 2-yə vururuq. Neçə eləyir? 180. Üstə gəlinsin. Bunların hamısı toplanır. Üstə gəlinsin. Deməli, Dağlıq Şirvan. Dağlıq Şirvan haradır? Dağlıq Şirvan, bax, bu hissə 14-də 1. Yəni 1260-ın 14-də 1 hissəsi. Bu da verir bizə 90. Bunları toplayaq. 0, 6, 8 ilə 9, 17, 23, 3 yazırıq. 2 yadda, 3 ilə 1, 4, 2 yadda 6. 630 nəfər bu 3 zonaya gedib. Yəni Gəncə Daşkəsən, Lənkəran Astara, Dağlıq Şirvan. Amma bizdən 630 deyil, 630-un həmin bu 3 zonanın ədəd ortasını istəyir. Ədəd ortası nədir? 3 yerdə axı 3-ə böləcək, verəcək bizə 210. Cavabım oldu C variantına bərabər. Baxırıq 18-ci suala. Deyir, saat 10:00-da başlayan motorlu qayıq yarışının iştirakçıları əvvəl göldə 46 kilometr. Bax, belə bir göl düşünün. Belə bir göl düşünün. Buradan da bir dənə çay axır, düzdürmü? Çay da bu formada axır da, üzü aşağı axır. Aha, buradan çıxır. Saat neçədə çıxır? 10:00-da çıxır, düzdürmü? Motorlu qayıq yarışının iştirakçıları əvvəl göldə 46 km, sonra isə həmin gölə tökülən axma sürəti 4 km/saat olan çayda 95 km yol qət etməlidirlər. 17:00-da iştirakçılardan biri finiş xəttini birinci keçərək qalib olur. Baxın, 10:00-da buradan çıxıb, 17:00-da buraya çatıb. Neçə saat yolda olub? Bu zaman nə edirəm? 17-dən 10 çıxaram. Mən də bilirəm ki, 7 saat yolda olub. Bax, 7 saat yolda olub. Sonra nə deyir? Mənim burada katerimin sürəti olmalıdır, çayımın sürəti, axın ilə sürət, bir də axına qarşı sürət olmalıdır, düzdürmü? Axına qarşı sürət olmalıdır. Amma nə deyir? Deyir ki, mən bir dənə burada çayın sürətini bilirəm, o da 4-dür. Çayın sürəti 4 km/saat. Katerin sürətini bilmirəm, x km/saatdır. Axın ilə və axına qarşı indi yazacaq. Deməli, əvvəl deyir göldə 46 km. Bax, göl haradır? Buradan çıxır kater, belə deyim də, öz sürəti ilə hərəkət edir. Bunu itələyən və yaxud da ona qarşı gələn heç nə yoxdur. Göl nədir? Durğun sudur da, yəni heç bir təzyiq yoxdur. Orada sadəcə katerin öz sürəti rol oynayır. Və 46 km buradan bura qədər gəlir. Əgər yol 46-dırsa, yəni S-imiz 46-dırsa, V-mizi bilmirəm, zamanımız nə deyir burada? Hə, V-miz x-dirsə, zamanımızda bilmirəm də. Bu zaman nə etməliyəm mən? 46-nı, yəni ümumi gedilən yolu sürətə bölsəm zamanı tapacam. X-ə bölürəm. Üstə gəlirəm. Bir dənə də kəsir xətti çəkirəm.
İndi burada da deyir ki, 96 kilometr yol qət eləyib. Bura 96 yazıram. Hansı sürətlə? Əgər belə gəlib yuxarı çıxacaqsa, deməli axına qarşı sürətlə hərəkət edir də. Axına qarşı sürət də x-4-dür. Yəni x-4 ilə hərəkət edir, ümumi 7 saat yolda olur. İndi 46-nı x-ə böləcəm. Mən birinci bilməliyəm ki, 46-nın bölənləri hansılardır? 46-nın bölənləri 1-ə bölünür, 2-yə bölünür, 23-ə bölünür də. Əgər mən bura 2 yazsam, heç biri yox. Əgər mən bura 2 yazsam, hə 46-nı 2-yə bölə bilərəm. Amma 2-dən burada 4 çıxa bilməyəcəyim üçün mən 23-ü götürürəm. Katerin sürəti olaraq 23-ü götürürəm. Bu zaman 46-nı 23-ə bölürəm. Üstə gəlirəm. 96-nı bölürəm. 23 çıxılsın 4 neçə eləyir? 20 yox 19. 19 olur. Bərabərdir 7. Deməli, mənim katerimin sürəti 23-ə bərabərdir. 46-nı 23-ə böldüm, neçə oldu? 46 2 oldu. Deməli, burada da 96-nı 19-a böləcəyik. 96 19-a bölünürmü görək? 96 bölünsün 19. Yox, bölünmür. Bircə dəqiqə. Yəqin ki, burada yuxarıdadır. 95-də axı. Deyirəm də 95-dir. 95 bölünürmü? 20, yox 19-a. 5 qalır. Bəli, burada 95-də axı, ona görə mən düzgün yazmamışam. Bəli, burada da 5 saatdır. Verdi mi bizə 7 saat? Verdi. Ona görə də nə deyirik? Katerin getdiyi yol 46 idi. Katerin öz sürəti 23-dür. Ümumi olaraq 2 saata gedir. Buradan bura qədər olan hissəni. Və həmin bu axına qarşı sürət, bu çayın uzunluğu, yəni 95 kilometr yol gedibsə, hansı sürətlə 19 km/saat sürətlə hərəkət eləyib? Neçə saat? 5 saat. Ümumi olaraq 7 saat yolda olub. İndi bizdən nəyi istəyir? Nəyi istəyir? Mən bildim ki, katerin sürəti 23-dür. O heç. Buranı təmizləyək. Yazaq katerin sürətini 23. Və katerin sürəti 23 idi. Çayın sürəti 4 idi. Axın ilə 27, axına qarşı neçə oldu? 19. Bunu bildik. Sonra nədir? Birinci yerə çıxmış motorlu qayığın öz sürəti. Yəni 23 ilə. Axın ilə olan sürətin cəmi. Axın ilə 27-dir. Bunların cəmi 50 verir. Rəqəmləri cəmi 5-dir və 3 misli 15-ə bərabərdir. Cavabımız oldu C variantına bərabər. 19-a baxırıq. 19-a deyir 4 otaqlı mənzilin ümumi sahəsi 140-dır. Deməli, S bərabər ümumi sahə 140-dır. Burada yazıram ümumi. Qeyri-yaşayış sahəsi mənzilin 5də 1 hissəsini təşkil edir. Mənzilin 5də 1-i, yəni 140-ın 5-dən 1-i nə qədərdir? 140-ı 5-ə bölürəm, 28. Bu qeyri-yaşayışdır. Birinci otaq qeyri-yaşayış sahəsinin 4/4-sünü. Birinci otaq nə qədərdir? 28-in 4/4-sü neçə eləyir? 7-yə bərabər olur. 20 yox, 3-ə də vururam. 28-in neçəsi? 4/4-sü. 28 4-ə 7, 3 7 21. Bu birinci otaqdır. Heç yazmırıq bura. İkinci otaq ikinci otağın 5də 3 hissəsini təşkil edir. Bax, bu 21 ikinci otağın 5də 3 hissəsidir. Deməli, 5də 3 hissəsi 21 olan ədədi tapırıq. Bunun üçün 21-i 3-ə bölüb 5-ə vururuq. Bu da verir 35. İndi belə deyək də. Sonra nə deyir? 3-cü otağın sahəsi 4-cü otağın sahəsindən 2 metr kvadrat kiçikdir. Yəni 3-ə mən x yazıram. 4-ə x plus 2 yazıram. Yəni yenə də 2 metr kvadrat kiçik oldu da, yəni eyni şeydir. İndi gəlin baxaq. Dairəyə alaq, çaşdırmasın bizi. Deməli, 28 qeyri-yaşayışdır. Birinci otaq 21-dir, ikinci otaq 35-dir, üçüncü otaqla dördüncü otaq da budur. Nə edirəm? Hər birini toplayıram. Nəyə bərabər eləmiş oluram? Bax, 28, üstə gəl 21, üstə gəl 35, üstə gəl x-ın x 2x, üstə gəl 2 bərabərdir. Ümumi sahə 140. 140-a bərabərdir. Bunların hamısını toplayıram.
28, 21 gəlin toplayaq və 28 üstəgəl 21 üstəgəl 35 üstəgəl neçədir o 2 86 verdi və 140-dan da 86 çıxıram 54-ə bərabər oldu. 2x qalır yerində bərabər 54. X də verdi bizə 54-ü 2-yə böləndə 27-yə bərabər olur. 27-yə bərabərdirsə x-imizin cavabı 27-dir. 27 tapmaqla biz 3-cü otağın sahəsini tapmış olduq. 27. Axı 4-cü otaq ondan da 2 metr kvadrat çox idi. 27-nin də üzərinə 2 gəlirəm. 29. Mənə nə deyir? 4-cü otağın sahəsini tapın. Cavab D variantı 29-a bərabər. Gəldik məsələmizin ən gözəl tərəfinə, suallarımızın ən gözəl tərəfinə. İndi bunu harada izah edeyim? Hissə isə aşağıda izah edəcəm. Deməli, aralarındakı məsafə 960 km olan A və B məntəqəsindən qarşı-qarşıya göy və qırmızı rəngli eyni sürətlə iki avtomobilin hərəkət etməsi və 15:00-da iki məntəqə arasındakı yolun ortasında görüşmələr, yəni yarısında görüşmələri planlaşdırılıb. Gəlin bu birinci cümləni, bax, bura qədər aşağıda qeyd edeyim sizin üçün. Deməli, aralarındakı məsafə 960-dır. Bax, belə bir yoldur. Bura 960-dır. Yolun ortası buradır. Əgər yolun ortası buradırsa, hər birinə nə qədər? 960-ın yarısı 480, 480 edir. Və yolun ortası 15:00-da bunlar görüşmələri planlaşdırırdı. Buradan göy rəngli maşın çıxır. Buradan qırmızı rəngli maşın çıxır. Düzdürmü? İndi nə deyir? Göy rəngli avtomobil 9:00-da B məntəqəsinə tərəf hərəkətə başladı. Baxın, əgər bu 9, qələmi biraz nazildir, 9:00-da yola düşübsə, 9-dan 15-ə qədər nə qədər saat keçir? Ona görə də 15-dən çıxıram 9-unu 6 saat. Düzdür? 6 saat. 480 kilometr məsafəni, 6 saatla gedən maşın hansı sürətlə hərəkət edir? 80 km/saat sürətlə hərəkət edir. Və sürətlər eynidir. Bu 80-dirsə, bu da 80-dir. Eynidir. Sürətləri eynidir. Deyir ki, nə deyir? Göy rəngli avtomobil 9-da çıxır, B məntəqəsinə tərəf hərəkətə başlayır və öz yolunun 3-dən 1-ini gedir. 3-də 1-ini gedirsə, 480-in 3-dən 1-i nə qədərdir? 160. Bu 160 kilometr məsafəni 80 ilə gedən maşın neçə saat yolda olur? 2 saat. 2 saatdırsa, bax, bura qədər gəlir 160. Düzdür? 2 saatdan sonra saat 9-dan 2 saat sonra keçir 11:00 olur da, düzdürmü? 11:00 olur. Sonra nə deyir? Həmin vaxt B məntəqəsindən qırmızı rəngli avtomobil A məntəqəsinə doğru hərəkətə başladı və 2 saat 30 dəqiqə yol getdikdən sonra yoldaşını götürmək üçün dayanacaqda dayandı. 2 saat 30 dəqiqə. Gəlirik bura. 2 saat 30 dəqiqə. Əvvəlcə 2 saat 30 dəqiqəni kəsrlə yazanda 2 tam 60-da 30-dur da. 30. Bu da bərabər olur 2 tam 2-də 1-ə. Bunu da düzgün olmayan kəsrə çevirəndə 2, 2, 4, üzünə 1, 5 eləyir də. 2-də 5 saat. Deməli, 80 km/saat sürətlə hərəkət edən maşın 2-də 5 saata neçə kilometr yol qət etmiş olacaq? 80-i 2-yə bölürəm 40, 40-ı 5-ə vururam 200. 200 kilometr yol gəlir. Hardasa buralığa kimi gəlir 200. Düzdür? Sonra zəng eləyir digərinə. Deyir ki, bax, deyir, getdikdən sonra yoldaşını götürmək üçün dayanacaqda dayandı. Göy rəngli avtomobil isə hərəkətə başladığı andan dayanmadan və sürətini dəyişmədən hərəkət təyin olunan vaxtda görüş yerinə çatdı və qırmızı rəngli avtomobili gözləməyə başladı. Yoldaşını gözləyərkən 30 dəqiqədə vaxt itirən qırmızı rəngli avtomobilin sürücüsü yoldaşı gələndən sonra göy rəngli avtomobilin sürücüsünə zəng edərək görüş yerinə təyin olunan vaxtdan 1 saat 30 dəqiqə gec çatacağını bildirdi. Yəni 15-də çatmır, 16:30-da çatacaq. Və 30 dəqiqədə yolda vaxt itirib. Əlavə olaraq 2 saat 30 dəqiqədən 30 dəqiqəsi də gedib, üstəgələm 30 dəqiqə. Yəni 3 saatı bunun getdi. Və 11-dən 16:00-a qədər və 16:30-dan 11:00 çıxsam, ümumi olaraq neçə saat yolda olur? 5 saat 30 dəqiqə. Düzdür? 5 saat 30 dəqiqənin 3 saatı gedib. Qalıb 2 saat 30 dəqiqə.
Bəs nə qədər zamanı qalıb? Yox, nə qədər yolu qalıb? 480-dən 200-ü gedib, 2 bax 480-dən 200-ü gedib, 280 kilometr yolu qalıb. 280 kilometr yolu qalıb. Düzdür? Vaxtı nə qədər qalıb? 2 saat 30 dəqiqə. Biz bunu yuxarıda 2 saat 30 dəqiqəni kəsr olaraq 2də 5 saat kimi göstərmişdik. Ümumi yolu, bax ümumi 280 kilometr yolu bölsəm zamana yeni sürətini tapmış olacağam. Yəni sualda deyir ki, bax burada sualda deyir ki, yoldaşı ilə görüşdən sonra qırmızı rəngli avtomobil sürətini nə qədər artırmalıdır ki, görüş yerinə çata bilsin. Ümumi bax yol budur 280. Zaman da neçədir? 2də 5 saat. Yolu saata bölsəm sürətini tapmış olacağam. 2də 5-ə bölürəm. Bunun da bölmə qaydasını bilirsiniz. 280-i bölməyəcəm, vuracam. Tərsini vururduq da, vururduq 5-də 2-yə. Bərabərdir. 280-i 5-ə böl, vur 2-yə. Görək 285-ə bölünən neçə qalır? 28-in içində 5. 5 dəfə, 30-un içində 5, 6 dəfə. Bunu da 2-yə vuranda 6 2 12 1 yadda, 2 5 11 7 11. 112 kilometr bölünsün saat. Deməli vaxtında çata bilməsi üçün yeni sürəti budur. 112 kilometr bölünsün saat. Əvvəlki sürəti hansı idi? 80. Nə qədər artırdı? 112-dən də 80 çıxdım. Onun 2 qaldı. 11-dən 8 32 kilometr saat neynəməlidir? Artırmalıdır. Cavabımız oldu C variantına bərabər. Deməli belə 20 sualın da izahının sonuna gəldik. Növbəti sınaq izahlarımızda görüşənə qədər sağ olun.